Buraxılış tipli belə bir maraqlı həndəsə sualının, paralelloqram sualının izahına baxaq. Bizə deyir ki, ABCD paralelloqramdır və perimetri 27-dir. Əslində çox bir işimizə yaramayacaq. AKS bucağının dərəcəsini istəyir və bu bucağı 106 dərəcə verib. İndi bura 106-dır və burada tənbölən olduğunu verib. Alfa alfadır bura. Deməli, bura 106-dırsa, deməli 2 alfa ilə 106-nın cəmi bizə 180 dərəcəni verməlidir. Yəni, buradan 2 alfanı 74 dərəcə taparıq, alfanı isə 37 dərəcə tapmış olarıq. Yəni, burada 37 dərəcədir, burada 37 dərəcədir. Və digər tərəfdən də Z qaydasına əsasən, yəni ya da daxili bir tərəfliliyə əsasən, burada 37 dərəcədir. Burada bərabər yanlı bir üçbucaq yarandı və bu bucağı da tapa bilərik. Onsuz 106-dır. 106 dərəcədir burada. Həm də bərabər olmalıdırlar. Və indi bura 74-dürsə, deməli burada 74 dərəcədir. Və biz AKS bucağını tapmalıyıq. AKS bu bucağı tapmalıyıq. X deyək. Və gördük ki, burada bir dənə 4 bucaqlı yarandı. Yəni 37, 74, 106 və x-in cəmi 360 olmalıdır. Çünki 4 bucaqlıdır. Bunu toplasaq 111 ilə 106-nın cəmi üzərinə gəlsin x 360-dır. Toplayaq. Burada eləyir 217 üzərinə gəlsin x 360 dərəcə və buradan da x çıxır. Deməli